Hər vaxtınız xeyir olsun. Biz bu günləri Dəmir Yumru Alfa Cəmiyyətinin bir üzvü olaraq burada iştirak edirik. Talib Aləmin muzeyindəyik. Və bizim cəmiyyət adından istərdim ki, Dəmir Yumruq simvolunun, bu Dəmir Yumruq simvol bizim şəhidlərin, həmrəylərinin belə ki, bir yumruğudur. Bir yerdə, bax bu yumruq, bu Dəmir Yumruq əzmində birləşib, düşmənə qarşı öz cəsur, mərd döyüşlərdə bizim Qarabağ torpaqlarına azad edilər. Və mən də istərdim ki, cəmiyyətimiz adından, başda ölüyə məlum olmaqla, özü burada olmasa da, biz cəmiyyət adından buradayıq. Bunu Bilyat Anaya təqdim edək, buyursun Bilyat Ana. Mən də Alfa Dəmir Yumruq Cəmiyyəti, Ağsu Dəmir Yumruq Cəmiyyəti üzvlərinə hamınıza çox sağ olun deyirəm. Allah canınızı sağ eləsin. Bu Dəmir Yumruğu mənə hədiyyə elədi öz tarix olanın otağına. Çox sağ olun. Allah hamınızdan razı olsun. Çox sağ olun. Bizim borcumuz da şəhid ailələrinin hamısının bir-bir qərarlarda iştirak edirik. Yəni, çalışacaq ki, yəqin ki, bu anaların da bizi təşrif qoyaq, onların da məsəl üçün bu Dəmir Yumruq simvolundan onlara hədiyyə edək. Bizim bu vətənpərvər bizim borcumuzdur, həm də ki, bir şəhid qardaşı kimi ki, şəhidə Fikrət Ayatovun qardaşı da Aslan qeyd elədi. Oradan da bizim üçün çətin bir durumdur. Mən də arzu edərdim ki, mənim də qardaşımın məsələn, nəşr tapılsın, bizlərə təhvil verilsin, gözünün yoldan görülsün, məzarı olsun, bizim ziyarət bir yerimiz olsun. Doğrudan da bu çətin bir, bizim üçün bir dərddir. Allah bütün şəhidləri qənimət rəhmət eləsin, yerlər cənnət məkan olsun. Yenə mən deyirəm, yəni siz məğrur bir analarsınız, bizim başımızın tacısınız, o igidlərin analarısınız. O balalar bizləri bir-birimizə tanıtdı, bizləri bir-birimizə mehriban bir ailə kimi elədi. Onların sayəsində mən bütün anaların qarşısında baş əylədim. Çox sağ olun, var olun. Mən də başda hər zaman mənim olmaqla, bütün qrupumuzun üzvlərinə, Arzana sizə, Gülnarana sizə, gələn qrupuna, hamısına öz minnətlərimi bildirir. Bugün günlərindən şəhid qalanım. Ad günündə, 5-ci il ad günündə məni tək qoymadı. Çox sağ olun. Əslana sən də, hamımız, və baba sən də, bütün gələn qonaqlarım, hamısına öz minnətlərimi bildirir. Şad olsun, biz özümüz.